Velosipedçilərin dağlarda nə əziyyət çəkdiyini ancaq velosiped sürənlər, daha doğrusu dağda velosiped sürənlər başa düşər. İndi sizə gedəcəyim yolu göstərəm hardasa. Baxın, o yol qalxır ta yuxarıya qədər. Yəni o yolu velosipedlə çıxmaq ancaq və ancaq velosiped sürənlər başa düşər. Bu qardaşlar var, hansı ki rayonlara gedirlər, hətta Şuşaya qədər gedib çıxıblar, Kəlbəcərə və s. bütün dağları gəziblər, maşallah. Yəni, onlar nə əziyyət çəkdiyini həqiqətən bu dağlarda velosiped sürəndə başa düşürsən ki, onlar nə əziyyətlərlə gedir ora çıxır. Allah köməkləri olsun ilk öncə. Allah'a əmanət olun. Bu da sabah idmanından da əslində. Dağları isə gör. Yəni, bu da Pirqulunun mənzərəsidir. Yəni, qısaca siz də baxın. Zövqümüzə şərik olun, bir sözlə. Bütün hər tərəf. Allah xeyir olaraq, xeyirlisi olaraq hər kəsə nəsib eləsin. Allah'a əmanət.